Pasiyentimizin 19 yaşı var və sol süd vəzinin yuxarı medial kvadrantında və xeyli periferiyada bir fibrinoması var. Ölçüləri 3 cm-dən böyük. Həm ağrı verdiği üçün, həm də zaten ölçülərinin böyük olduğu üçün xəstənin də öz istəyi ilə əməliyyat etməyə qərara gəldik. Və düyünü çıxardanda isə lokalizasiya önəm daşıyır. Çünki ümumiyyətlə süd vəzlərinin yuxarı medial kvadrantlarında olan törəmələrin əməliyyatı zamanı ən belə deyək ki, kobud çapıqlar və estetik defektlər məhz orada görsənir və sonradan çoxlu narazılığa səbəb olur pasientlər tərəfindən. Onkoplastikada da ümumiyyətlə yuxarı medial kvadrant çox da əməliyyat nöqteyi nəzərdən arzu olunan sahə hesab olunmur. Bizə də eyni ilə